Bereketli bir ay, güzel bir ay bize üst tutup gelmeydedir. Qad aqbala ileykum şahrullah bil bereketi ve rahmeti vel mağfirah. Elə bir ay ki, həm rəhmətlə, həm bərəkətlə, həm bağışlanmaqla bizə üst tutub. Yəni ki, müəyyən qədər onun sevincini duymaqdasınız. İnsan bəzən elə sevinir ki, bu ayın gəlişinə uşaq necə sevinər. Ona bir hədiyyə alsan, bu ayın xüsusi bir dənə sevinci var. Bu məsələnin bir tərəfidir. Həzrəti İmam Səccad deyir, Allahümmə, mənim Allahım, əlhimnə ma'rifətə fəzlihi. İlahi, bu ayı tanımağı mənə nəsib elə. Bu ay haqqında mənə bir mərifət əta elə. Tanıya bilin bu ayın həqiqəti nədir. Və iclalə hürmətihi. İlahi, lütf elə mənə bu ayın hörmətini ehtiram.